Salam aleyküm dəyərli şəhərlər. Kiməsə 2-ci sinif 2.4-cü mövzu, yəni metal rabitəsi mövzusunun kitabda olan tapşırıqların video həllinə baxaq. Bismillah. Deməli, birinci biz sualların çoxsu nəzəri suallardır. Birinci öyrəndiklərinizi tətbiq edinə baxaq. Deyir ki, elektron cihazların daxilində elektrik siqnallarının keçiriciliyindən ötürü qızıl məftillərin işlədilməsinin səbəbi nədir? Dəyərli dostlar, qızıl ümumiyyətlə belə bir şeydir. Yəni oksidləşməsi, paslanması falan o şeylər qızılda dəhşətli zəng və yaxud da çox bərbad gedir. Yəni belə deyək də, əgər bu paslanmırsa, əgər bu çürümürsə, deməli belə çıxır ki, tamlığı, metalın tamlığı təmin olunur və qızılın elektronları rahat bir şəkildə hərəkət edə bilirlər və öz elektrik keçiriciliyini rahat bir şəkildə təmin edə bilirlər. Amma məsələn deyək ki, onun yerinə dəmir istifadə olunsa, məsələn üçün deyirəm, dəmir paslanacaq, elektronların keçidi ləngiyəcək və elektrik istədiyimiz şəkildə ötürülə bilməyəcək. Ona görə də qızıl paslanmadığından, çürümədiyindən onu ən çox işlədirlər. Sonra deyir ki, mis məftilinin yüksək saflıqda olması onun elektrik keçiriciliyinə necə təsir eləyir? Dəyərli dostlar, məsələ burasındadır ki, bu mis dediyimiz element ümumiyyətlə metal nə qədər saf olursa, onun elektronlarının metal kristal qəfəsində hərəkəti o qədər rahat olur, elektrik o qədər rahat keçirir. Amma əgər misin daxilində başqa qarışıqlar olarsa, o zaman onun elektronlarının hərəkəti ləngiyər, pozular. Nəticədə elektrik keçiriciliyi nisbətən aşağı düşər. Ona görə də nə qədər saf olsa, o qədər əla elektrik cərəyanı keçirər. Gələk öyrəndiklərinizi yoxlayın məsələsinə. Dəyərli dostlar, deyir ki, metal rabitəsi nədir və necə yaranır? Metal rabitəsi metallarda olan metal iyonları və orada sərbəst elektronların vasitəsilə yaranan rabitədir. Sonra deyir ki, iyon və metal rabitələrin əmələ gəlməsində metal kationları iştirak edir. Bu rabitələr bir-birindən yaranma mexanizmlərinə görə nə ilə fərqlənir? İyon rabitəsi belə bir şeydir ki, metal qeyri-metal atomu arasında yaranır və burada metal atomu qeyri-metal atomuna elektron verir. Amma iyon rabitəsində, daha doğrusu metal rabitəsində burada qeyri-metallar yoxdur. Sadəcə elektronlar və metal kationları var. Yəni burada qeyri-metal yoxdur, iki növ element yoxdur, sadəcə bir növ element var. Sonra gəldik, yəni burada bir də metal rabitəsində qeyri-metal iyonları və yaxud da anionlar olmur. Sadəcə kationlar və sərbəst elektronlar olur. Üçüncü sual, nə üçün metallar elektrik cərəyanını keçirirlər? Çünki onlarda sərbəst elektronlar var. Sərbəst elektronlar rahat bir şəkildə elektriki bir istiqamətə digər istiqamətə ötürə bilirlər. Dördüncü sual, metalların məftil, lövhə, boru və s. formlarına salınması onların hansı xassələri, həmin xassələr isə metal rabitəsi ilə necə əlaqəlidir? Bunlar metalların plastiklik xassəsinə əlaqədardır. Bu da metal rabitəsinə necə əlaqəlidir? Dəyərli dostlar, normalda metallar üzərinə düşən zərbənin təsir nəticəsində plastiklik göstərirlər, yəni əzilib yasılana bilirlər. Sadəcə olaraq qırılıb düşmürlər. Səbəb nədir? Çünki metal kationları və sərbəst elektronlar onları dağılmağa qoymurlar. Bütöv bir arada tuturlar. Dəyərli şəhərlər, diqqətinizə görə təşəkkürlər. İnşallah növbəti dərslərdə görüşərik.